Salı devresine söyledikten sonra ağırlandı. Bir yaxşı danışırdım. Bunu elə söyüş gönderdim. Ama güzel eləmişdim. İzzet oynayak. Alt kepek oynayak. Akşam sahnesi de. Ben de adam oldum da akşam oynayan akşam oynayan. Ha işte sen. Yaxşı. Saat 7'de de çıkacaklar. 8'de. Benim kim var oynamak? Ha, Leyla xanım rayında. Anna Bekirovan'ı çağırın buraya. Gelmedi. Ha? Anla. Aman yaş kaç. Ooo. Ne yok. Kimi çağırın? Şimdi iyi doyacağım. Yengenle hoş gelmişsiniz. Hamı ekranı beğensin. Anna Bekirov gelin. Geldim. Salam xanım. Salam Arzu, necəsən? Yaxşıyam. Peki yaxşı, həmişə evindəyik. Həmişə evində işiyində. Niyə sağ ol? Niyə beçapsan? Hiç daha yürüyəm, yorğunam ona görə. Külfət dağıdı bey səni. Hə, evi yadı biraz əvliyyat gəzdirirəm ona görə. Nə yaxşı gəldi. Ancaq millət məni atdı da, atan şükür eləyir. Arzu, məni WhatsApp-da yığarsan səndən bir söz soruşacağım, bir-iki dənə. Aha. Parça qoşmayın, atma. Deyəm, atmaq istəsənsə ata bilərsən, problem deyil. 55 22 09 93 ABB-dir. 61 78 və bir dəqiqə. Mən o bir kartım bloka düşdü, bloklandı. Kim belə atmaq istəyirsə problem deyil. Deyim 55 22 09 93 61 98 79 36. Yəni kim nə deyib mənim haqqımda yalan şeylər. Mən o biri padruqamın da gedib qulağını doldurublar. Nə bilim, mən söylədilər, dedilər ki, burada gizləməlik nə var ki, mama 10 manat verməmişdi mən. Dedilər ki, Arzu özün didib töküb ki, an niyə o 10 manatı niyə verir, mən özümə verərdi, nə bilim nə. Allah şahiddir ki, elə söhbət olmuyor. Bax, sumkamda quram var. O sadiyan var ha. Hələ mən pulumu yediyi az deyil. Şərəfsiz qızı, şərəfsiz. Hə, sonra götür demişsən ki, güya Anna pulları yığdı, qattaladı, qoydu cibinə getdi. ATV maşının pulunu ATV verdi, nə bilim nə. Mən də dedim ki, Arzu'nun sözü olarsa mənlə olsun da. Mən Arzu'yu orada pis olmamışam, axı can deyib can eşitmişik. Yəni mən heç nəyə versin orada qoymamışam. Bu çörəyə and olsun ki, elə söhbət olmuyordu. Buradan qalan mənim ağzımdan eşidən kəlmənin söhbəti direkt deyərsən mənə. Mən demədiyim bir şeyləri demədi. O biri padruqamda gedib yalandan deyiblər ki, evində nə bilim filan şey ki, oğlanlar çağırıb, nə bilim nəysə elib. Səhər anamın telefonuna zəng edib o sözləri. Utanmırsan az, özün az yaşlıya getmiş, düzdür mən də getmişəm. Utanmırsan sən şər atırsan, böhtan atırsan, şərəfsiz. Burada mən qonşularımı da ayağa qaldırmışdı. Necə evində nə bilim nələni obra dediyinə görə. Səni belə məhv buraxmayacağım ha. Günəşin işığı, ağıllı ol. Elə eləmək ki, polisə verim səni. Mən də dedim ki, yəni Arzu'da olub Arzu, məndə olub məndə də. Yəni biz bir-birimizə yəni
nəsə pis gözlə, istifadə gözü ilə baxmamışıq. Hətta Arzu öz cibindən xarclayıb yeri gələndə məni qoymayıb da cibindən xarclamaq. O sözü de and işte qan qussu nə bilim nə. Dedim mən soruşaram. Onun andı gözünə girsin. Mənim yanımda kimlər olursa Allah şadıdır. Mən elə bir söhbət deməmişəm. Amma bəli demişəm. Esra xanıma 100 manat pul veriblər. Asimalı orada saxlayıblar. Mən də başladım ki, mən niyə ortalıqda qalmalıyam? Məni Bərdədən gətizdirəndə xoşa-xoşdan gətizdirəm. Mən niyə ortalıqda qalmalıyam ki? Ben de bir daha zəhmət. Ya canlıda görübdü ki, Arzu gəlmişəm. Özüm də. Mən də danışmıyorum. Yox, haydi, canlıda görmüşəm, Arzu gəlibdi. Adam her şey. Dostlar, 3 qatdır. Əmin. Sağ teşekkür ederim dediğin için. Xahiş edirəm, mən canlımda heç kim artıq əksik yazmasın. Mən oyunumu oynayıram, oldu mu? Oyunumu oynayıram, heç kim gəlib pis barədə yazmasınlar. Yazılacaqsa atılacaq bloka. Gizlin də gəlib sər baxır. Burada canlaşım gizlin gəlib baxır, oradan yazır. Tomri. Yox, elə ara buranlıq olsa mən o insanı atacağım bloka. Mən sevmirəm. Mən desəm, deyərəm ki, hə, demişəm, mən Anna'nın üzünə, mən Anna'da nə, Anna 500 manat gəldi, cəmat, faktı canlıda deyildi o söhbət. Mən heç kəsdən xainliğim yoxdur. Bir hələ pul yığdım, kirə tutdum, 10 gün qaldım, 10 gün, dedim 10 gün pulunu çıx, qalanını vermə, onu da vermədilər. Evində 40 manat 50 qəpik belə kassa da vermişəm. 49 manat da belə vermişəm. Səmanın neçə manat puludur? Hələ Mahirin pullarını demirəm. Gəlib aldıqlarını. Onu özün bilərsən, o bilər. Mən öz pullarımı sayıram. 15 manat yazıq yetimin bir pulunu kəsmişsən. Gəldin 20 manatda evdə dartdın, aldın, ne gücdə. Səsini dartmışdım başına. Xazekkam gəldi ki, bir də o qapıya gəlməz. Amma sənin üzünə qarşı demədim. Yeri gəndə sənin üstündə mən döyülürdüm. Gecə gündüz deyir, mənlə danış, mənlə danış, mənlə danış. Sənlə xeyr ola mən danışmalıyam. Qalmışam evində, Allah köməyində olsun. Çək demirəm. Ya belə də Anna Allah xətrinə deməz. Deyirəm ha düzgün Anna'nın əl-ayağı var. Mən ondan paxıllıq çəkim də, xainlik çəkim ki, ay Allah, Anna yığdı mən qalım. Mən də valla dəstəyimi möhkəm durdum. 250 manat, 273 manat pul yığdım. Getdim evə verdim. Mən istəyənlər də var, mən sevənlər də var, istəməyən də var, dəstəkli olan da var, olmayan da var. Sağ dəstək olurlar, sən cəmaata atan, Füzulidən belə atan şıklıq eləyə gəlirsən. Səni Bahar axtarır, Bahar mənə zəng eləmişdi. Sən cəmaata atırsan, məni atmırsan ki. Məni təkcə atmamsan ki. Buradan atamla anamı 200 manat almışsan, verməmişsən. Mən 100 neçə manat hesaba vuranda 120 manat pul verəcəksən. Nə bilim, cəmaatdan 500 manat almışsan, alırsan, vermirsən. Almırlarsan, vermirlarsa deyilsən. Allah min qat əvəzini versin. Allah sizin başınızdan töysün. Sözün düzü, mən biraz incimişdim. Dedim canlıda harada görsəm, sənin özündən soruşacağım da. Mən kimsən arxasında danışa bilərəm, amma mən sənin arxandan danışmaram, Anna.
Mən O istəyir ki, hamıdan əlim üzülsün. Üzüyə mən əlimi hamının yanında üz. Mənim hamının yanında pisdir. Allah görür hər şeyi. Sara, teşekkür ederim. Mən o Günəşimin profilini attım bloka. Mən buradan xahiş edirəm ki, heç mənə nə zəng eləməyin, nə də kimlə ara-buranlıq eləməyin. Günəşim, sənin bir günahın yox isə mənim nömrəmi niyə atmısan bloka? Yəni mən də indi sənin nömrəni atdım. Mən demişdim axı ki, Arzudan onu soruşacağam. Yəni atıb çox sağ mənim dəyərli bacı qardaşlarım. Allah ruzqunuzu bol eləsin. Allah cibunuzu dol eləsin. Günəşim mənə atıb bloka, join bloka. İndi mən də oradan atdım onu bloka. Yəni məni heç kimlə səhv salmayın. Ondan ona, bundan buna mənə xəbər deməyin. Çox sağ mənim dəyərli bacı qardaşlarım cibinizdə o. Mən ana itkinim var. Mənim öz dərdim, öz problemim. Mən anama sən deyirsən ki, Mahir gecə gündüz Arzun deyil. Gecə gündüz sənin üstündə döyülürəm də mən. Deyirəm bana, gətir mənə bir tükə çörək ver də, nə? Sakit yerimizdə sus qalmışıq. Abla, gəl mənə çörək ver. Deyirəm, deyəm bununla danışım. Düzgün açıqla danışanda mən ona yolun üstündə döyürdü. Deyib, bütün nə günü məndən görüntülüdür. Ya ev yıxışırdım, ya bir şey eləyirdim. Bu bağlamadım. 90 mənim dəyərli bacı qardaşlarım. Cibiniz dolu, rızqınız, bərəkətiniz bol olsun. Allah başınızdan törsün. Çox sağ olun, teşekkür. Allah min qat əvəzini versin. Allah min qat başınızdan törsün. Rızqınız, bərəkətiniz bol olsun. Salam. Sən həmən adamsan da gedib demirsən ki, Zarina Arzu şeydir. Nə bilim Ekimdə qalanda nə qələtlər elib, ərəblərə gedir, şeyxlərə gedir. Utanmırsan ha? Sən utanmırsan. Quran haqqı sənin bacının var orada. Yazacağım sənin bacına. Tələsmə. Oradan danışın. Axı nə yalandan deyir axı? Deyir ki, mən qırğın eləmişəm, can nənəyə pul atıblar, mənə pul atmayıblar. Niyə? Mən bir dənə Allah'a inanıram. Pul verməyəcək. Ekranı bir dənə tuturun, zəhmət olmasa. Çox sağ ol. Mənim dəyərli bacı qardaşlarım. Allah rızqınızı, Allah cibinizi bol eləsin. Kimi gizlin baxırsan, kayd edirsən, bilirəm, əcəb eləm. Get apar qoy polisin qabağına, mən də sözümü deyəcəm. Allah hər zaman rızqınızı, bərəkətinizi bol eləsin, cibinizi dol eləsin. Güzel yiyeceklerine bak. Mənim rızqımı yetirən Arzu, birinci yerdə isi günəşim yox, kim olur olsun. Mənim rızqımı yetirən birinci Allahdır. İkinci yaxşı bacı qardaşlardır. Yəni mənim əgər evimdə bir tikə çörəyim olmayanda burada canlıda bütün bacı qardaşlarım gücləri çatan mənə dəstək olur. Allah onların min əvəzini versin, o rızqları bol eləsin.